Bu karışımla eynəklərdən qurtula bilərsiniz. Gözlərinizə şəfa olacaq bir karışımı deyəcəm sizə. Bu sirri həyatda həkimlər sizə deməz. Videoya diqqətlə qulaq asın. Kayd eləyin. Ekrandakı ürəyi qızardı, profilin üzərindəki plus işarəsinə toxunun ki, video yaddan çıxmasın. Deməli 100 qram bal götürürsünüz. 2 diş sarımsağı həmin balın içinə rəndələyirsiniz. 1 çay qaşığı zəncəfil qatırsınız. 1 xörək qaşığı zeytun yağı qatıb yaxşı qarışdırırsınız. Soyuducuda 1 həftə saxlayırsınız ki, onların aromaları bir-birinə yaxşı qarışsın və gündə 2 dəfə səhər axşam qarışdırıb udursunuz. İnanın ki, ilk istifadədən nəticəni görəsiniz, görmənizin necə yaxşılaşdığına özünüz müşahidə edəsiniz, fokuslana biləsiniz. Bu qarışım gözlərə qan devranını yaxşılaşdırır və gözlərə görməsi üçün lazım olan vitamin və mineralları verir. Bu videonu hər kəslə paylaş və məni takip elə ki, sağlamlığının qeydinə qalan. Əziz baloğlana hər zaman, hər mövzuda sağlam qalasan.